Herkesi yeniden salamlayıram. Düzü sabah xeyir deyib təzə vlog videosuna başlayacağım deyərdim, amma sabah deyil. Yəni artıq saat 12 işləyir. Mən təzə durmuşam. O da niyə durmuşam? Bu valla gün vurdu, gözümü çıxartdı bayaq. Aynaya qəşəng düşmüşdü, indi əl düşmür. Ona görə durmuşam, yoxsa durmaq üçün fikrim yox idi. Ne işini? Gelip ilkin işlerimi görüp idmana gidip çok işim var iyi. Su hayat. Teyzenleri yüzünüze soğuk soğuk ki hayat sizi görsün. Hayat sizi görmese böyle şey yapar. Çok hayat bir anda çok pis oluyor ya. Adam biter oluyor. Gözlere bak dedi. Biz bu hayatı yaşayamıyoruz çünkü yol azından fezaya bulasın. Ancak hiçbir sevgilisine girmiyorum. Benim sorunum ne? Herkesin manitası var. Benimse bebek gibi bir suratım. Fezaya kulak asaq. Təkcə səbəbim o deyil, amma yenə də. Yəni sən bir insan olasan, sən fezaya kulak asasan, ya da Tolotraya kulak asasan, amma işləri bilməyəsən. Onlar yazıblar, bacarıblar. Ana, dönüyorum nədir? Deməli belə. Deməli, sizə belə bir sır verim. Tezde durar durmaz yüzünü yuduktan sonra bir de oturup mahalle kolasın. Aslasın değiliz. Hatta ben de Çinlerin altısına göre tezden vurulan değil, Çinlerin altısına resmi sürüp göre. Ancak ne iman etmeliyim? Nece edeceğim bunu? Böyle ben olmazsa olmaz ilk olarak ne eləməlidir? İdmana getməndən və ətbək yemeliydi. Normalde ben şey eləyirəm, yəni tezən yulaf yeyirəm. Düz deyim, mən deyəsiz ki, yulaf nə qədər yulaf yemək olar. Olur. Mənim elədiyim təriflə olur. Deməli, 2 manat, 1 manatdır da, yəni verecək tezdən yeməyi yedi aşağıda, yeməkxanada. Valla düzün danışmaq lazım olsa, mən yitirdim. Valla mən yitirdim. Bir özümü hazırlayalım daha yaxşı. Yəni, özümü hazırlamalı daha cazib gəlir mənə. Nəinki kimisə hazırladığım yemək. Tezlə yeməyindən çox deyiləm ama o bir yeməklərdən sonra deyiləm. Tezlə həmişə yeməyi çox var. Onu hazırlayıram. Hamısını Türk etsinlər var. Kakao, qaşı. Qabuğan deməlim. Həmdən ki. Tezdən olanda çox şey uğramayır. Biraz çili uğram. Çili qay. Buralara bir qayaqlarına unutdaşsın biraz mən. Mənim editörüm. Mənlə bayağı unutdaşır. Belə editör olar. Düzləyim rəmə. Ayıb ki, Allah qayıbdı mənəm. 100% buralarda yazır, bak burada 100% məni söyür. Sən adam olan deyilsin. Deməli, sizə mən bir tərif deyim, tələbələr üçün. İdeal təriflərdən tefalı götürün. Tefalı götür. Qoyduz üstünə. Elhamdülillah dediz vuruz. Bu kofeyindən şey üçündür. Adayamdan çıxdır. Yulaf üçün. Süt götürün. Sütü, əgər belə bir sütdürsə, sütü qaynatmayın. Yox, sütü qaynatmanın yeriniz var. Çünki mən tefanın içində qaynadamıram da, iyi verir.
südü qaynadım, təkcə süd tökün, yulafı üstünə tökün. Amma yox, südü belədirsə, mənim günümdə sizə, qaynatmağa yeriniz yoxsa, südü tökdünüz biraz, çoxdur. Və qabın yarısına gələcək formada tökdünüz. Ondan sonra pesoğu alın. Pesoğu tökün südün içinə. Mən ölçəsiz tökəcəm, siz 3 qaşıq, ölçüyə görə dəyişir də bu. 3 qaşıq ya da 2 qaşıq, belə bir şey tökün. Çox ceylanır da, abartmıyor. Çünki çox şirin olanda güclüdür. İnsanın insana dəyişir, şirini sevən insanlar da var. Bir də mənim həyatımda olmazsa olmazım. Bu uşaq məndən bütün tanış olacaq sizə qədər. Yəni, hətta bilirsiniz, mənim adım, ləqəbim, Getxanqatda adlarımın çox cici bəbədir. Burada da görən məni cici bəbə deyir. Cici bəbə. Ad belə deyir. Adam ad deyir. Epik ad deyir. Cici bəbə. Epikliyə ad deyir. Neyse, onda tefal qaynasın bir müddətdən sonra yerindən geri qaynar. Deyir. Əzəm mən də bu mənzərəyə baxıb dərdə çox düşürəm, amma düşmür, boş verin, gəl mən. Harada qalmışdım, tefal qaynadırdım. Yemək hazırlama vaxtı, rahatçılığa vaxtı, altı bazarda arasa qaçmırsan, bir şey eləmirsən, bir Allah'ım bir rahatçılıq. Deməli, tefal qaynadı gül kimi, hələ də qaynadı, hələ də qaynamağa çalışır. Deməli, bunun qabı nətə sonunda göstərirəm nədən deyim. Maraqlı olmadan göstərəcəm. Davam edək. Pesoq məncə südü qatdınız, qarışdırdınız, oturaq. Amma qarışdırmayanda çox pis olur. Yulafı açın ağzını belə mənim bir yuvan kimi. Tökün. Çok mu oldu? Evet, çok satın bir şey. Sonra bakalım şöyle zibil atın. Çok yararlı məlumat verdi mi? Ondan sonra yulafdı, pesoqlu südümüz var. Yulafı biraz qarışdırın. Yaxşı bir tərifdir, yəni yulaf yiyənməyənlərə əmin olsun ki, bu tərifdən yiyəcək. Çünki mən də yiyənməyənlərdən idim, amma bu tərifdən yiyirəm. Problem yoxdur. Kakao götürün. Kakaonu kakaodan əvvəl yaddan çıxartdım. Birinci kakaodan əvvəl tefal götürün deyəcəm. Allah, tefal yeni özünü çox istəyir. Bilməm bu problem niyə var? Tefal normalda avtomatik qaynadıqdan sonra özünü bağlayır, çıx gelib bağlanır. Bizimki çox vaxt eləyir, amma bəzən tutması tutur. Əsəbləşib yeni. Əlimi vurdum. Yandım. Evdə ya, kuxnaya nə yekirsən? Əlimi qırdım. Əlim hər şeyi gördü. O tərəfdə əlim mənə soğulayacaq. Yetim ayıbdır deyəcək. Tamam, əl. Suyu da tökdükdən sonra süd, su, pesoq, yulaf belə bir mənzərə ilə qarşılaşırsınız. Qorxmayın. Qorxmaq üçün demədim. Yəni, onsuz yulafın mənzərəsinə bir şey. Onun qısır şeydir, heç kim xaşı yeməz. Kakaonu tök miqdarını. Miqdarından yəni paputu tökün. Kakao nə? Çox istəyənlər çox töksün. Amma yaddan çıxartmayın, kakao acıdır. Yəni, lap çox töksəz acı verəcək də, yəni acı dad verəcək sizə. Sonra da deyirlər, tələbələr yaşamır. Vallahi yaşayan yaşayır. Günüz evin bütün işləri açılır, yaşayır. Dövlət tərəfindən qarşılanır, işıqların hamısı yanıldı. Nə mənim utanmam var. Niyə? Çünki ışığı sevmirəm. Bu məlumatı niyə verdim bilmirəm, boş verin. Həyatınızda heç bir şey lazım olmayan bir məlumat. Buna baxın.
tələbələr yaşamırdı. Nə oldu? Aga, indi başdan deyirəm. Yəni sonunda mən verdiyim tövsiyəni yemək bu formada olacaq. Mənim 3 tane verdim. Mən indi hazıram. Sadəcə bir tövsiyə verəcəm sizə. Hazırlaşıb çıxıram. Su qabınızın içine həmişə bir dənə limon atın. Limon yarısı. Həmişə atın. Mütləq. Yəni limon pampa çox qəşəngdir. Bir də çox gözəl eləyir. Məsələn, qazlı su içənlər üçün bu daha yaxşı. Mən qazlı su içən deyiləm. Çox, yəni sevmirəm. Qazlı suyu götürün, limonu atın içinə, vurun bədənə. Çox qəşəngdir, həqiqət deyirəm. Çox tövsiyə edirəm. Mən çox xeyrini görmüşəm. Hətta limonun ümumiyyətlə nəinki suyun içində C vitaminindən söhbət edirəm. Eyni vaxtda yəni, limonun yüz üstündə xeyrini çox görmüşəm. Mən yüzümə vururdum limonu. Yüzüm biraz səpkili idi mənim vaxtında. İndi yəni yaxşıdır. Mən limonu yüzümə vururdum. O qədər xeyr elədi. Gözaltı xaldenkin hətta mənim ya buzluğumda həmişə bir dənə limon mütləq olur. Mütləq də yəni. Özürü pörtüm. Düzəltdiyimizə görə yəni bu limonlar mənim həmişə xaldenkimdə olur. Sizdə də olsun. Çox həqiqətən deyirəm. Gözəldir, şeydir, üsuldur. Tövsiyə edirəm. Heç indi də suyumu doldurub girəcəm idmana. Elə tam idman tipindəyəm. Saçım başım ilk gündədir və beldə qalmağa davam edəcək. Yəni yaraşıqlı görünüflər qaracam. Havaya bax. Allah havaya bax. Oy Allah. Havaya bax. Başıma gün vurdu. Allah bu nədir? Ay ya. Vampir kimi adamım. Qaranlıq sevən insanım. Bu nədir? Ey. Solar. Belə istəyən maksimum beli və xalat bağlayıb gəzə bilərsən. Başqa bir şey yoxdur ya. Jaketi götürdüm ki hava şey olacaq. Nisbətən soyuq olar, külək var. Küləyin səsi də düşür ha. Amma külək yoxdur. Mən bədənimə külək dəydiyini istəyirəm. Nə zəif havası var ya buranın. Bilmirsən yağışdır, bilmirsən gündür. İndi də yaya keçmişik. İndi bir dəqiqə. Ümumi bir sual vereceğim. Bakın bu ikinci işlerdi değil mi meydan sene bağlı? Gösterse sadece darvazat. Normalde buradan meydan sahne için tam görebilirdik. Ama indi bağlayıplar. Ümumi soruşacağım. Hem editörümden de soruşum. Mer, sence Murat, siz kommentdə də yazarsınız. Sizce niye belə eləyirlər? Yani biz o tikinti işini görsək ne olacaq? Bizi çünkü genelde narahat edən o tikinti işinin səsi olur da. Niye belə olur? Günde kalısın işlemək olmalı. Günün içinde ben necə ama işleyeceğim. Belə baxırım işləməliyəm. Ne iş gördüm ama özümə şey elədim, heyrətə düşmüşəm. Mən nə? Ne, yine temizlemediğimizi zannediyorsunuz. Buraları kim qazıb sizə? Biz tələbələrə yine temizlədilər, sakimizdən indi şey yedi. Deyib. Rubi, rapa, rapa. What can you do?
Çipi çipi çapa çapa rubi. Qocaldıq. Vay, güllərini yenə qəşəng vurur. Deməli, ekmeğimizi aldık. Geri eve. Öylesine de can. Ben acım. O da acıdı. Ama o benden çok iyi. O yüzüme bak. Emin olun o benden çok iyi. 100% deyirəm. Gəlin belə hesablayaq da. Mən bir tələbəyəm və bir tələbəyə uyğun yemək verilir. O 1000 tələbənin gün ərzində hardasa sizə deyim, buradakı tələbələrin əksəriyyəti heyvansevərdir, həqiqi sözüm. Çox bu qəşəng baxıram bu mükafat. Belə rəsmi deyib. Mənə çox qəşəng baxır. Hətta indi otaq yoldaşlarım qan eləyir. Tamam. Deməli, dünən bilirsiniz nə oldu? Dünən dedim ki, siz olun, Allaha ant verirəm, həqiqi sözümdür. Yox deməyi bazarmaq xüsusiyyətinə öyrənin. Yəni, mənim bir tutorum var, sağ olsun, özümü dəhşət çox istəyirəm, həqiqi sözümdür. Videoyu izləyib izləmədiyini bilmirəm, amma səmimiyyətlə deyim ki, tutorumu həqiqətən çox istəyirəm. Tutorum karyera planlama dərsini keçirir normalda. Bu semestr bizdə karyera planlama dərsi yoxdur. Mən onun dərsinə getdim, əlavə elə biləm. Yəni, özü üçün dərs keçirib, biz də getmək istədik. Könlü olanlar gedə bildi, biz də getdik. Dərsdə oturduq. Özü çox gözəl insandır. Və belə baxıram, gözəl insanların çoxu yox deməyi bacarmır. Mənim çıxma şəklində mən pisliyi biləyəm, amma yox deməyi bacarmıram. Aga, yox deməyi bacarmıram. Biliyorsun, çox istədiyim adamlar olanda heç yox deməyi bacarmıram. Məsələn, başımdan eləmək istədiyim adamlar rahat yox deyirəm. Eləyə bilirəm. Amma məsələn, tutaq ki, mənim editorum buna ömür boyu yox dediyim yadıma düşmür. Ya demişəm, məsələn, demişəmsə də yazarsın sən, mən söhbət eləyəm. Amma məsələn, dünən bizim uşaqlar gecənin saat arası, siz necə idmandan çıxmışam deyirəm, idman dediyim siz necə 10 oyun oynamışam Lidançada, dəli kimi, ölürəm. Futbol mabat çırpmışam, 10 oyun oynamışam, 3 qoldan, 3 şortdan, özdə qəşin oynamışam da, yəni belə deyəm. Burada da Qarabağda uşaqların hamısı çox yaxşı oynayır, həqiqi sözüm. Yəni mən indiyə qədər oynadığım ən ideal yerlərdən biridir. Demirəm, digər yerlərə pis demirəm, əstəğfurullah, hər yerin özünə görə bir oyuncusu var, səssiz. Ancaq burada oynayan uşaqlar oynayır, brat. Mən indiyə qədər çox yerdə olmuşam və buradakılar çox qəşəng oynayır. Hamısı ayrı gözəl oynayır. Və mən oynayanda, dəli kimi oynadıq, yorulduq, öldük. Gəlmişəm evə, atmaq istəyirəm. Və elə deyim, İncə otaq yoldaşım girdi otağa, video məcbur kəsdik. Sağ olsun, qazılaq, görüldü səsi. Mən belə həyatda pis insan yoxdur. Gözdə eləyəcəm. Həmişə videolarda zaten gördük. Dedim bir gün eləyəcəm mən də. Biraz da marsalar deyim. Pisliğini deyirəm. Özüm də yaxşıyam. Gözəl soxuyacaq mən. Mənim kimi birini həqiqətən təbrik eləmək lazımdır. Zəhmət eləməm. Oturdum, biraz dərs oxumaq istədim. Biraz uşaqlarla falan danışdım deyə təmiz uçum getdi. Biraz da strese girdim, əsəbləşdim. Şu an ürəyimdə bir darlıq var. Onu əldə eləməyin yolları var təbii ki. Mən nə edirəm? Fərdə ətalətliliyin mübarizə. İndi gedəcəm parka, biraz oldu oturacam. Kitap falan oxuyacam. Sırf özümə vaxt ayırmaq istəyirəm şu an. Bunu gördə hamıya yox deyəcəm. Görüşərik orada. Şimdi Xankəndində bayağı işləyir. Elə biri, film sürətdir. İnsanlar gəlir, gedir. Belə atınca. Elə bir mənzərəm yoxdur. Mənzərə daha çox arxada qalır. Olsun, burada oturmaq bayağı yaxşı. En azından sağ tərəfə baxanda daha rahat oluram.
kitabımı okuyup yedim ki gedirəm evə. Beləydi. Çox bahalı maşınlar qabağımdan keçir. Bütün fikrim yəni L9, F10, F90, M5, 60, W210 Kuzo, Mercedes. Şu maşınlar keçir. Bundan da elcədən 07 keçir, bütün ümidim qırılır. Neyse ben kitabıma fokuslansam daha yaxşı. Bitirdikten sonra görüşürük. Şimdi futbolumuzu oynuyorduk aga. Yine bizi attılar eşeğe kızların hesabına. Belə hayatı ne? Karanlık düştü biz hələ girənmədik oyuna. Qəşəng. Evet çok güzeldi. Yeriyen Hem müsyen edir. Geleceğim futbola. Yemeğin başını tutayım, dersin zaten başını bırakın. Qarabağ tələbələri yaşayır. Bu günümüzdə belə bitdi. Neyse uşaqlarla birazdan mafya oynayacaq. Yəni mafya oynayacaq yox, daha doğrusu oynayırıq. Yarım saat sonra da keyif yatacaq. Sağ olun, salamat qalın. Allah amanında.